Yəqin bu pulu xatırladınız. Azərbaycanın köhnə 50 mini və ya 5 şirvan. Sizdə hələ də bu əskinazlardan qalıbsa yaxın oturun. Bu videoda sizə onun ölkə daxilində və xaricində hansı qiymətlərə satıldığını bildirəcəm. Bu əskinazlar ilk dəfə olaraq 1996-cı ildə tədavülə buraxılıb və 2006-cı ilə qədər dövriyyədə olub. Əskinazın eni 132 mm, uzunluğu isə 66 mm-dir. Milli Bankın sifarişi ilə 1995-ci ildə İngiltərənin Dalaru şirkəti tərəfindən çap edilib. Əsas rəngi yaşıl olmaqla əskinazın ön tərəfində orijinal üslubda Naxçıvan memarlıq abidəsi olan Möminə xatun türbəsinin ümumi görünüşü, arxa tərəfində isə milli ornamentlərlə haşiyələnmiş çərçivədə nominalın dəyəri həm rəqəmlə, həm də sözlə göstərilib. Onu da deyim ki, Azərbaycan əskinazlarında ilk dəfə olaraq məhz 5 şirvanlarda seriya nömrələri 2 fərqli rəngdə verilib. Solda qırmızı, sağda qara. Saxtalaşdırılmasına qarşı bir sıra elementləri, o cümlədən Möminə xatun türbəsi şəklində watermarkı, yəni su nişanı var. Ölkə daxilində kolleksiyaçılar arasında bu əskinazların satış qiyməti vəziyyətindən asılı olaraq dəyişir. Dövriyyədə olmuş, ortadan yaxşı və yaxşı vəziyyətlərdə 15-20 manat civarındadır. Dövriyyədə olmamış, əla vəziyyətdə olanların qiyməti isə 140-160 manat arası dəyişir. AA AC, BA prefiksli və qeyri-adi seriya nömrələri olan nümunələrdə qiymət daha da baha ola bilər. Ölkə xaricində isə əsasən onlayn həraclarda qiymətlər daha yüksəkdir. Məsələn, dövriyyədə olmamış 1995-ci ilin bu gözəl nümunəsi iyunun 21-də eBay həracında 149 dollara, bizim pulla 253 manata çəkici altına gəlib. Videonu bəyəndiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kanalıma abunə olmağı unutmayın.